eləsin. Əlbəttə, bu mənaya deyil ki, Nəkir və Münkir gəlib sorğu-sual eləməz. Eləyər, bərə Allah rəhm eləyər də ona da, məsələn, qəzəblə gəlib sorğu-sual eləməz. Əzabı az olar, torpağın bərəkəti ondan dartıldı. Və bu qəbirstanlıqda çox alimlər, mürafalar, böyük müştehidlər dəfn olunub bu qəbirstanlıqda ki, bir hekayət yadıma düşdü, qoy danışım onu. Əllamə Təbatəbai Qazi, Allah onun rəhmət eləsin, böyük müştehidlərdən olub, deyir, həmişə şam namazından qabaq gəlib, qəbirstanlığın qapısında dayanır, ziyarət edərmiş, salam verərmiş qəbirstanlığa, sonra gedib namazını qılarmış. Bir gün deyir, gəldim, qəbirstanlıqda dayandım, baxdım, gördüm ki, bir qəbirin üstü açıldı, içinə bir nəfər, cavan bir oğlan, ağ paltarda, göyçək gəldi, daxil oldu. Onun ardınca gördüm ki, bir dənə qara it gəldi həmin o qəbrə daxil oldu. Bir şey deyir, başa düşmədim, təəccüb elədim ki, bu nə hadisə idi beləncəsinə. Gəldim, deyir, gecə yatdım, həmin o qəbrin sahibini gecə deyir, yuxuda gördüm. Cavan bir oğlan idi, yuxuda gördüm. Bu yadımdan çıxdı. Deyir, o qara iti girdi o qəbrin içinə, gördüm, boğuşma səsi gəlir qəbrin içində. Boğuşma səsindən sonra deyir, həmin bu cavan oğlan ki, ağ paltarda daxil olmuşdu qəbrin içinə, o deyir, qan içində deyir, çıxdı qəbrin içindən, qaçdı, çıxdı, getdi. Gəldim, gecə yatdım deyir, aləm rüyada, yuxuda, həmin o qəbrin sahibini ki, bir cavan bir oğlan idi, gördüm yuxuda, soruşdum ondan, bu nə hadisə idi, sənin qəbrinin üstündə, mən müşahidə elədim, gördüm. Deyir, qayıtdı, dedi mənə ki, bəs o ağ paltarda cavan oğlan ki gördüm, gəldi mənim qəbrimə daxil oldu. O mənim bu dünyada elədiyim yaxşı əməllər idi. Allah Teala onu cavan bir oğlanın şəklində mənim qəbrimə gətirdi, saldı. Yaxşı əməllərim idi o mənim. O qara iti ki gördüm, gəldi, qəbrimə daxil oldu. O mənim bu dünyada elədiyim pis əməllər idi. Allah Teala onu it şəklində gətirdi, mənim qəbrimə saldı. Tüm bu dünyada yaxşı əməllərim az idi, pis əməllərim çox idi. Əlizə o it, həmin o yaxşı əməllərimə, o cavana qalib gəldi, qoyladı qəbrimdən onu. İndi bu qara it məni ilə qiyamət gününə qədər burada qalıb mənə əzab verəcək. Ona görə bu dünyada yaxşılıq həmişə yaxşıdır, həm bu dünyada, həm ahirətdə. İnşallah bizdə Hüseyn zəvvarı, İmam Hüseyn zəvvarı gərək elə ola ki, Əhl-i Beytin qapısına layiq bir, Əhl-i Beytin balalarına layiq zəvvar olar. Özünü gözləyər, qeybətdən, danışıqdan, gözündən, nə bilim, əməllərindən, hər bir hərəkətindən gərək Hüseyn zəvvarı özünü elə eləyə ki, Əhl-i Beyt onun qapısında nə eləyə, inşallah qəbul eləyə. Salamı, qəbirstanlığın salamını verməmişdən bir elam edeyim sizə. İnşallah Həzrət Əli əleyhissalamın ehsanını almışıq. Günorta naharına burada hərəmdə olmalıyım. İndi kişilərə elam eləyəcəm, Xaliq də elam eləyər. Müştəhidlərin bir neçəsinin görüşünü alıblar qardaşlar. Kişilər ola bilər buradan Vadi-i Salamdan çıxandan sonra inşallah Xaliqə qoşula gedələr, o müştəhidlərlə görüşər. Xanımları qəbul eləmirlər görüşər. Yəni orada da indi belədir ki, orada xanımlarla görüş təyin eləmirlər. Amma ümumi cəmaat dünənki ziyarətə gedəndə biz o qapıdan ki, Həzrət Əli əleyhissalamın hərəminə daxil oldu, Həzrət Əli əleyhissalamın hərəminə daxil oldu. Əgər hərəmə gedən şəxs olsa, ki, günorta namazını qılmaqlığa, xanımlara ki, hamını yığıb aparacaq qəsd etsin. Yolda da itib azam oldu, gəlsin qəsd etsin. Gəlin qəsd etsin. Üçün yığışacaq bir yerdə, inşallah dəstəzəmi gedəcək, hərəmdə namazımızı qılacaq və oradan da hərəkət edəcək. Həzrət Əli əleyhissalamın hərəminin restoranı var, orada günorta yeməyimizi yeməyə, bu təbəllüşdən dadmağa.
Bu beləncələ. Kişilərdəki inşallah indi intiqamla çıxanda buradan tanışacağım. Görüm saat neçə alıqla inşallah görüşürük. Üzünüzü döndərin qəbirstanlığa. Orada deyərlər də. Üzünüzü döndərin qəbirstanlıq tərəfə, salamı verir. Burada bu qəbirstanlıqda 2 dənə peyğəmbərin qəbridir. 2 dənə peyğəmbərin qəbridir. Hud peyğəmbərlə Salih peyğəmbərdir. Hud və Salih. İnşallah getdik yaxındadır burada. Getdik daxil olduq. Ora Hud peyğəmbərlə Salih peyğəmbərin qəbridir. Orada inşallah hərəsi üçün